Tapa bildin. Orada yarım saat gözləyirəm yoxdur. Bunlar da arxamda düşüb. Dedin anamı axtarıram, ona görə dedim də kömək eləyim sənə. Yoxsa narahat olmayın. Biz özümüz eləyək, köməkçi narahat olmayın. Tapacaqsınız? Hə, bəli. Tapacaq narahat olmayın. Necə tapacaqsınız ki? Sizə dəxlisi yoxdur, gedə bilərsiniz. Dəxlisi yoxdur. Mən tapıram da, kömək eləyirəm də. Orada mənə dedi ki, gözlə burada gəlirəm. Bunlar da yanımdaydı. Dedi ki, gedək yemək yeyək. Dedim gəlmirəm. Telefon nömrəsini bilirsən? Yadımdan çıxıb. Qaçın, uzaqlaşmıyor. Durmuşam da. Yox, niyə Zəhmət olmasa uzaqlaş. Durma olmaz. Sizə kömək istəmədik mi? Bəlkə məni alladırsınız. Nə əlaqə? Qız olanda allatmırlar. Yox, biz aldıq. Ən azından qız bizə kömək eləyə bilir. Siz bəlkə kömək eləmədiniz ona. Narahat eləyir. Arxamca düşüb falan eləyir. Polisə zəng eləyəcəm bu dəqiqə. Yaxşı, gedək dönərcədə laf tapdı da bir şeylər. Siz yoxsusuz. Bu nə deməkdir? Tanımadığınız birinə belə davranmaq normaldır. İndi yaxşı, mən sizdən dönər istəsəm, mənə dönər almayacaqsınız. Yox. Toyuq dönəri. Yox. Ət? Heç nə. Yaxşı, gəl gedək, bunları işin narahat eləmək. Gedək. Nə gəl gedək? Polisə bu dəqiqə zəng eləyəcəm, Allah haqqı gələcəklər. Zəng eləmişik də, deyirəm buradadır, gəlir. Ay, burada da gəlsin də. Belə kömək edirsən sən qıza. Ehtiyac yoxdur, zəng eləməyin. Nə zəng eləməyi? Buradadır, gəlir. Ha, çağır gəlsin, hanı? Belə kömək edirsən sən qıza. Siz kimsiniz ki?